o məkan, o məskən ki, orada şansın var idi, imkanın var idi, iman gətirə bilərdin. Oradan çox uzaq düşmüsən, nəsən? Hərdən olur deyirsən, məsələn, bu işi həll eləyə bilərsən, deyir ki, yox, bəlkə bir yolu var. Deyir, vallahi zərrə qədəri yolu yoxdur. Üstünə gəlmə. Ayə də budur. Allah deyir, zərrə qədəri xeyri yoxdur. Yəni, zərrə qədəri bu söhbətin üstünə gəlmir. İman gətirmişik, burada mümkün deyil. Ənna ləhum ət-tənavuş min məkanın bəid. Uzaqlaşmışız o məkandan, bəid. Amma halbuki orada olduğunuz təqdirdə çox asan şəkildə şəraitiniz var idi ki, iman gətirə bilərdiniz. Yəni, orada iman gətirmək üçün şərait çox münasib idi, asandı idi. Burada yox, alınmır. Tənavuş ərəb dilindən tərcümədə bir şeyi çox asan şəkildə əldə eləməyə deyil. Allah Teala deyir ki, bunu asan əldə eləyə bilərsiniz. Axı dostun var idi, vaiz var idi, xətib var idi. Qulaq asdın ki, təkəbbürlüyün imkan verdi ki, o kimdir ona qulaq asın. Mənə bu qədər pulum, imkanım, sərvətim, elmim, savadım, vəzifəm, rütbəm imkan verdi ki, bu qulaq asasan bir dənə vaizin kəlmələrinə eşidə biləsən. İmkan vermədi ki. Çox asandı idi, amma bir dənə diqqətlə qulaq asın, hidayət olacaq. Bəzi kəlmələrə bir dəfə diqqətlə qulaq asın, bütün həyatın dəyişər. İmkan vermir ki, bunlar. Kibir, təkəbbür, o qürur, o kimdir ona qulaq asın, mən yaşlı, o cavan, belə söhbət.